Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle izni ilə bugünkü söhbətimizin mövzusu elmin fəziləti barədə olacaqdır. Baxın gözəl qardaşlarım, elm insana verilmiş ən gözəl nemətlərdən birisidir. Və elmlə insan Rəbbini ən gözəl şəkildə tanıyır. Elmlə insan etdiyi ibadətlərdən ləzzət alır. Elmlə insan iman gətirdiyi əsasların üzərində sabit qalmağı bacarır. Çünki insan nə qədər elmini artırarsa və elmini artırarsa, o qədər də elmdən sonra əməlini artırmış olur. Yəni düşünün, Rəbbinizi tanıyaraq, bilərək ibadət etməklə Allah Azza və Cəllə barədə sadəcə icmali bir imanla ibadət etmək arasında bir fərq vardır. Həmçinin Allah Azza və Cəllə isimlərini bilərək, sifətlərini bilərək, Allah Azza və Cəlləni Rəbbimizi tanıyaraq ibadət etmək arasında umumən, yəni Allah Azza və Cəllə bizi yaradandır, ruzi verəndir məlumatı ilə ibadət etmək arasında bir fərq vardır. Həmçinin namaz qılarkən, namaz kimi böyük və əzəmətli bir ibadətin elmi ilə ibadət etməklə, namazı bilib, amma namazın nə üçün fərz olunmasının hikməti nədir bilmədən, namazın bizə verdiyi faydalar nədir bilmədən, namazın imanımıza göstərdiyi təsiri bilmədən, namazın dinimizdə nə qədər önemli olduğunu bilmədən, namazın insana verdiği o imani qalxış və ruh yüksəkliyini bilmədən namaz qıldığın zaman ondan əlbəttə ki bir ləzzət ala bilmirsən. Buna görə gözəl qardaşlarım, insan elmlə ibadət etməlidir, elmlə iştiğal etməlidir ki, ən azından o türklər asgari məlumat deyirlər, minimum insana vacib olan məlumatların sahibi olmalıdır ki, insan əlhamdülillah ibadətlərindən ləzzət alsın. Yəni düşünün, bir adam var, Quran oxumağı bilir, əzbərlərini artırır, namazlarında gözəl səsli qiraəti ilə və uzun surələri, uzun səhifələri, ayələri oxuyaraq namaz qılır. Onun namazdan aldığı ləzzət tamam ayrıdır. Biri də var, illər boyunca, ömrü boyunca namazını kiçik surələrlə qılan insanın aldığı ləzzət əlbəttə ki başqadır. Yəni elm insana çox böyük ibadətlərində, imanında, sabit qalmasında çox böyük təkan verir. Və həmçinin elmli olan insan şübhə qapısını da özünə bağlayır. Əgər bir kəs Rəbbinə yəqin bir şəkildə iman gətirirsə, əhl-i sünnənin etiqad əsaslarına yəqin bir şəkildə iman gətirib onları etiqad edinirsə, batil əhlinin, fitnə əhlinin gətirmiş olduğu şübhələrə də qəlbinin qapısını bağlamış olur. Çünki artıq o nəyə və nə üçün iman gətirdiyini bilir. Mələklərə iman gətirir, nə üçün mələklərə iman gətirdiyini bilir və bunda yəqindir. Həmçinin kitablara iman gətirir, rəsullara iman gətirir, axirət gününə iman gətirir, xeyri və şərri ilə qədərə iman gətirir və bunu nə üçün etdiyini bildiyinə görə artıq şübhələrə, batil fikirlərə, onu aldatmaq istəyən dəvətçilərə də qəlbinin qapısını bağlamış olur. Bu yöndən iman, bu yöndən elm imanı qüvvətləndirmə və sabit saxlama yönündən çox önəmlidir. Necə Allah Azza və Cəllə Zümər surəsində buyurur ki, "Qul hal yestevillezine ya'lemun ve'llezine la ya'lemun." De, heç bilənlərlə bilməyənlər bir ola bilərmi? Baxın, Allah Azza və Cəllə necə də açıq bir şəkildə bilənlə bilməyənin eyni olmadığını bildirir. Həmçinin bilərək ibadət edən də, bilməyərək ibadət edən də bu ayətlə Allah qatında öz fərqini göstərmiş olur. Dediyim kimi, bilmək, əlhamdülillah, Allah Azza və Cəllənin hikmətini anlamaq, ibadətlərin məqsədini anlamaq, ibadətdən o ləzzəti almaq, şirinliyi almaq yönündən çox önəmlidir. Düşünün, hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kimdə bu üç xislət olarsa, o kəs imanın şirinliyini dadmış olar, imanın ləzzətini almış olar. Birincisi, Allah və Rasulunu hər kəsdən, hər şeydən çox sevmək. İkincisi, sevdiyini Allah üçün sevmək. Üçüncüsü, iman etdikdən sonra yenidən küfrə dönməyi xor ateşə atılmış qədər kərik görmək. Yəni düşünün, bir qul Allahı və Rasulunu hər şeydən necə çox sevə bilər? Əlbəttə ki, Allahı və Rasulu haqqı ilə tanıyaraq. Necə sevdiyini Allah üçün sevə bilər? Allah üçün sevmə nemətinin nə qədər gözəl olduğunu bilərək. Bir insan iman etdikdən sonra yenidən küfrə düşməyi necə xor görə bilər? O imandan ləzzət aldıqca və küfrə qayıtmağın ona verəcəyi fəsadları, dünya və axirət fəsadlarını bilərək bunu edəcək. O zaman həmin kəs əlbəttə ki imanın şirinliyini, imanın ləzzətini almış olacaq. Həmçinin Allah Azza və Cəllə Mücadilə surəsində buyurur ki, "Yərfə'illahu ellezine amanu minkum vellezine utul ilme dərəcət." Allah sizdən iman edənlərin
və özlərinə elm verilənlərin dərəcələrini ucaldır. Baxın, Allah Azza və Cəllə burada iman edənlərlə birlikdə elm əhlinin, elm verilənlərin, elm öyrənənlərin də dərəcələrinin üstünlüyünü bəhs edir. Burada əlbəttə ki, mən elmin fəzilətindən danışanda məqsəd sadəcə elmin əhli olmaq yönündə deyil. Hər bir müsəlmanı elmə təşviq eləməkdir və hər bir müsəlmanın gücü qədər elm öyrənmək üçün cəhd eləməsinə diqqət çəkmək istəyirəm. Bugün ola bilər kimsə gedib alimlərin dizi dibində oturub elm almağa o fürsəti tapa bilmir. Artıq bəlli bir yaşa gəlib, o öhdəlikləri özünə götürə bilmir. Amma hər bir müsəlman bugün qıldığı namazın əhkamını öyrənə biləcək qədər elmə sahib ola bilər. Dəstəmaz alır, dəstəmazın hökmlərini biləcək qədər elmə sahib ola bilər. Oruç tutur, orucun elmini biləcək qədər əhkamlara sahib ola bilər. Quran-ı Kərimi gözəl oxumaq üçün cəhdlər edə bilər. Bəlli bir zamanla Quran-ı Kərimlə iştiğal edərək əlifbanı öyrənər, təcvidi öyrənər, müəllimlərin dizi dibində oturub Quran qiraət edər, müəllimlər onun xətalarını tutar, qarilərə qulaq asar, oradan faydalanır və bəlli bir müddətdən sonra artıq Allah Azza və Cəllənin kitabını normal bir şəkildə oxuyub, ən azından bəlli virdlərlə ayda bir dəfə, 2 ayda bir dəfə, 3 ayda bir dəfə Allah Azza və Cəllənin kitabını xətm edə bilər. Həmçinin biraz da irəli aparıb, ərəb dilini öyrənib, ən azından başa düşə biləcək qədər ərəb dilini öyrənib, Quran-ı Kərimi ayətlərini oxuyub təfəkkür edə bilər. Yəni, bu çox önəmlidir, gözəl qardaşlarım. Elm, əlhamdülillah, bir nurdur və həqiqətən də insana fayda verir. Və insan bir əməli bilərəkdən etdiyi zaman ondan xüsusi bir ləzzət alır. Həmçinin Allah Azza və Cəllə buyurur ki, və qul Rabbi zidni ilmən, de ki, ey Rəbbim, mənim elmimi artır. Baxın, bu ayətdə Allah Azza və Cəllə nəbisinə bir dua etməsini öyrədir. Və İbn Həcər Əsqəlani rahimehullah buyurur ki, Allah Azza və Cəllə öz nəbisinə elmin artırılmasından başqa bir şeyin artırılması üçün dua etməsini əmr etməmişdir. Yəni, ruzimə artır və hər hansısa verilən başqa nemətlərin artırılması üçün dua etməsini əmr etməmişdir. Amma elm üçün Allah Azza və Cəllə öz rəsuluna xüsusən əmr etmişdir ki, və qul Rabbi zidni ilmən, de ki, ey Rəbbim, elmimi artır. Baxın, bu elmin Allah qatında nə qədər önəmli bir əməl, nə qədər önəmli bir nemət olduğunu bizlərə göstərir. Həmçinin bu Allah Resulü sallallahu aleyhi ve sellem qatında elmin nə qədər dəyərli olduğunu bizlərə bildirir. Həmçinin baxın, Allah Azza və Cəllə buyurur ki, şəhidallahu ənəhu la ilahə illə huvə vəl mələikəti və ulul ilmi qaimən bil qist. Allah Azza və Cəllə buyurur ki, Allah mələkləri və elm sahibləri ədaləti ayaqda tutaraq, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına şahadət gətirdilər. Baxın, Allah Azza və Cəllə burada özündən, mələklərdən və elm sahiblərindən danışır. İmam Qurtubi rəhməhullah buyurur ki, əgər Allah qatında alimlərdən daha fəzilətli və daha şərəfli bir insan topluluğu olsaydı, şübhəsiz ki, Allah Azza və Cəllə özü və mələklərinin ismi yanında onları zikr eləyərdi. Buradan da görürük ki, alimlər insanlar içərisində ən uca topluluqdur ki, Allah Azza və Cəllə özü və mələklərinin yanında ədaləti ayaqda tutma yönündən, la ilahe illallah'a şəhadət vermə yönündən onları özünə şahid götürür. Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən yuridillahu bihi xayran yufəqqihu fiddin. Allah kimin dində fəqih olmasını istəyərsə, kimə xeyir nəsib eləyərsə, ona dində fəqihlik verər. Mən yuridillahu bihi xayran. Allah kimin üçün bir xeyir istəyərsə, yufəqqihu fiddin. Ona dində anlayış sahibi, fiqh sahibi, fəqih olmağı nəsib eləyər. Yenə başqa bir hədisdə Əbu Dərdə radiyallahu anhu rəvayət edir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul. Mən Allah Rasulü sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Mən sələkə səbilən yəbtəği bihi ilmən səhhəlallahu ləhu tariqan ilə cənnə. Kim elm almaq üçün bir yola çıxarsa, elm üçün bir yol qət eləyərsə, Allah Azza və Cəllə onun cənnət yolunu asanlaşdırar. Və innəl mələikətə lətədəə əcnihətəhə li talibil ilmi bimə yəsnə. Şübhəsiz ki, mələklər elm tələbələrini öz qanadları arasına alar, onları bu şəkildə qoruyar. Və innəl alimə liyəstəğfir ləhu kullu şeyin həttə lihitan filmə. Və həmçinin bütün aləm elm əhlinə istiğfar diləyər, hətta sudakı balıqlar belə. Fadlul alim aləl abidi kəfadlil qamer alə səil kəvakib. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, alimin abidə olan, yəni elm sahibinin əməl sahibinə olan üstünlüyü ayın ulduzlara olan üstünlüyü kimidir. Və innəl uləmə vərəsətul ənbiyə. Şübhəsiz ki, alimlər
nəbilərin varisləridir. Və innal anbiya lam yuvarrisu dinaran və dirhəmən. Şübhəsiz ki, nəbilər nə dinar, nə də dirhəmi varis olaraq buraxmayıblar. Və innəmə varrasul ilmə və onlar sadəcə elmi buraxıblar. Fəmən əxadəhə əxadə bihazzin vəfirin. Və kim deyir elmə nail olarsa, elmdən nəsib alarsa, o kəs böyük bir nəsib almış, böyük bir nəsib sahibi olmuş olar. Və bu Əbu Davud Tirmizidə gələn hədisdir və Şeyx Albani hədisi səhihləyir. Həmçinin yenə Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, İzə mətəl insanu inqata'a anhu aməluhu illə min thələtin. İnsan öldüyü zaman bütün əməlləri kəsdilər, 3 şey bundan istisnadır. İllə min sadaqatin cariyyətin. Birincisi, axar sədəqə. Əv ilmin yuntəfə'u bihi, fayda əldə edilən elm. Əvvələdin salihin yəd'u ləhu və onun üçün dua edən salih övlad. Sədəqə cariyə dediyimiz zaman, yəni məsələn bir insan məscid tikdirir və ya məscidin tikilişinə sədəqə edir, orada nə qədər ki namaz qılınır, ona davamlı əcir gəlir. Həmçinin bir kəs dərslər buraxır, tələbələr yetişdirir, kitabları yazır, buraxır. Onun kitabları oxunduqca, tələbələri dərs keçdikcə, onun dərsləri, insanlar onu dinlədikcə, o vəfat etsə belə, o ölüb getsə belə, onun yenə də əməl dəftəri açıq qalır və orada onun əcri yazılmış olur. Yəni, qısa olaraq, gözəl qardaşlarım, mövzunu qısa olaraq xülasə eləsək, açıqlama versək, bu şəkildə izah edərdik ki, elm çox vacibdir, elmə yiyələnmək lazımdır, elm üçün cəhd eləmək lazımdır, elm öyrənmək üçün cəhd eləmək lazımdır. Bir kişi evinin çobanı, evinin rəisi, evinin rəhbəri nə qədər çox elmə həris olsa, elmi öyrənsə, elm üçün cəhd edib çalışsa, onun evindəki olanlar da, öz zövcəsi, öz xanımı və övladları da elmə həris olacaqlar. Yəni, biz Quran-Kərim oxumağı öyrənməliyik ki, gedib evdə zövcələrimizə öyrədək, xanımlarımıza öyrədək, onlar övladlarımıza öyrətsin, övladlarımızı oxuduqları Quran üzərinə tərbiyə etsin, oxuduqları sünnə üzərinə tərbiyə etsin. Yəni, biz özümüz İslamın bütün əhkamlarından cahil qaldıqdan sonra xanımlarımızdan, övladlarımızdan, nəvələrimizdən, ətrafımızdan hansı elmə yiyələnməyə gözləyə bilərik? Onlardan hansı elmi fayda gözləyə bilərik? Elmi özümüz öyrənməliyik, onunla əməl etməliyik və ətrafımızda olan insanları öyrənib əməl etdiyimiz məsələlərə dəvət eləməyə çalışmalıyıq və onları da elm öyrənməyə təşviq eləməliyik. Uca Rəbbim bizi eşidib faydalanan qullarına etsin. Allah Azə və Cəllə bizi elmi öyrənən, onunla əməl edən qullarına etsin. Əmin və elhamdülillahi Rabbil aləmin.